Digər sualımız üçbucaqlara aiddir. Demək, ABC üçbucağında BAD bucağı 30 dərəcə, bucaq DAC isə 45 dərəcədir. AC bərabərdir 4 kök altında 2, BD bərabərdir DC olarsa AB-ni tapın. Biz BD-yə Y deyək. DC BD-yə bərabər olduğuna görə DC də olacaq Y. D bucağına alfa desək, içərdən qonşusu 180 çıxılsın alfa olacaq. Və hər iki üçbucağa sinuslar teoremini tətbiq eləyək. Üçbucaq A, B, D üçün Y-in sinus 30 dərəcəyə olan nisbəti bərabərdir. AB-yə x deyək, x-in sinus alfaya nisbəti. Digər üçbucaqdan isə, yəni üçbucaq A, D, C üçün Y-in sinus 45 dərəcəyə olan nisbəti bərabərdir 4 kök altında 2 bölünsün sinus 180 çıxılsın alfa. Birinci bunu sadələşdirsək, çarpaz vursaq, 4 kök altında 2 vurulsun sinus 45 dərəcə, bərabərdir Y vuraq sinus 180 dərəcə çıxaq alfa. 4 kök altında 2 vuraq sinus 45-də kök 2 bölü 2-dir, bərabərdir. Y vurulsun, sinus 180-də adın dəyişmir, olur elə sinus alfa. 180 çıxılsın alfa bucağı ikinci rübə düşür. İkinci rübün sinusu müsbət olduğundan elə cavabımız da müsbət sinus alfa eləyir. Sol tərəfdən isə bunlar ixtisar gedir. Deməli, Y vurulsun sinus alfa bərabərdir 4-ə. Buradan sinus alfanı tapsaq, sinus alfa bərabərdir 4 bölə Y-ə. İndi ikinci yazdığımız bərabərlikdən Y-in yerinə 4 böl Y yazarıq. Əvvəl çarpaz vursaq, Y vurulsun sinus alfa bərabərdir x vuraq sinus 30 dərəcə. Sinus alfanın yerinə 4 böl Y yazsaq, Y vuraq 4 bölə Y bərabərdir x vurulsun sinus 30 dərəcə. X vuraq sinus 30 dərəcə 2-də 1 deməkdir. Y-lər ixtisar getsə bərabərdir 4-ə. Hər tərəfi də 2-yə vursaq, x bərabərdir 8-ə. Şərtdə bizə deyirdi AB-ni tapın. AB-ni x ilə işarə etmişdik. O da oldu 8. Doğru cavabımız D variantı.